Deməli, biz bugün keçirik feilin qrammatik məna növlərini. Feilin qrammatik məna növləri kimin nə anlayışı var üçün olar? Danışa bilərsiniz sərbəst şəkildə. Neçə qrammatik məna növü var feilin? Hansılardır? Quruluşca demirəm. Məna, qrammatik məna növü. Məlum, məçhul, qayıdış, şəxssiz, izbar, qarşılıq birgəlik. Birinci başlayaq biz feilin qrammatik məna növlərində uşaqlar. İşin kim tərəfindən görüldüyü nəzərdə tutulur. Kim tərəfindən? O çəkir, neyinirəm ora baxıb. Kim tərəfindən görüldüyü, yəni bax, işi görən var və məlumsa olacaq məlumdur. İşi görən var amma bizə məlum deyilsə olacaq məçhul. İş öz üzərində icra olunanda qayıdış. İşi özü yox, başqasına gördürəndə icbar, ümumiyyətlə şəxs anlayışı, yəni subyekt anlayışı, mübtəda anlayışı olmayanda olacaq şəxssiz, iş qarşı-qarşıya icra olunursa qarşılıq, birgə icra olunursa birgəlik. Yəni məzmunundan, baxın, feilin qrammatik məna növlərində məzmunla bərabər göstəricilər var. Hər bir qrammatik məna növünün məlum növü çıxmaq şərti ilə. Hər birinin özünün xüsusi şəkilçisi var. Yəni biz məzmuna da baxacağıq, eyni zamanda da nəyə baxacağıq? Həmin o şəkilçilərə, yəni qrammatik qaydaya baxacağıq ki, görək, burada verilib yoxsa verilməyib. Biz birinci başlayaq nədən? Məlum növdən. Məlum növ. Uşaqlar, məlum növün xüsusi bir şəkilçisi yoxdur. Xüsusi bir şəkilçisi yoxdur. Yadınızda bir şey saxlayın. Məlum növ çıxmaq şərti ilə feilin digər qrammatik məna növləri mütləq şəkildə ya düzəltmə olacaq, ya da mürəkkəb olacaq. Çünki onların xüsusi nəyi var? Şəkilçiləri var. Növ şəkilçilərdə uşaqlar, leksik şəkilçilərdir. Hər bir növ şəkilçisi leksik şəkilçidir. Yəni, məhsulda da, qayıdışda da, icbarda da, qarşılıq birgəlikdə də, şəxssizdə də, hamısı necədir? Leksik şəkilçilərdir. Amma məlum növün xüsusi şəkilçisi yoxdur. Bir şey də yadında saxlayın ki, feilin qrammatik və digər qrammatik məna növləri var ha. Mütləq şəkildə feildən düzəlməlidir. Yəni, belə bir qaydada tətbiq edə bilərik ki, feilin qrammatik məna növ şəkilçiləri, yəni leksik şəkilçi nədən nə düzəldir? Feildən, feil düzəldən şəkilçilərdir. Amma məlum növ yeganə qrammatik məna növdür ki, adlardan da düzələ bilər. Ad deyəndə nə nəzərdə tutulur uşaqlar? Əsas nitq hissələrinə nəyə çıxırıq? Feili çıxırıq. Yerdə qalan bütün əsas nitq hissələrində olur adlar. Yəni isim, sifət, say, zərf və əvəzlik. Bunlar adlar deməkdir. Məsələn, məlum növü biz necə başa düşə bilərik? Deyirəm ki, otağı təmizlədi. Nə etdi? Təmizlədi. Haranı? Otağı. İndi baxaq. Feilə baxaq. Təmizlədi deyəndə ağlıza şəxs gəlir də, konkretdir də o təmizlədi, eləmi? Biz hərəkət icra edən var və bizə məlumdur. Niyə məlum deyil ki? O da, o təmizləyib də. Məsələn, onun yerinə tutaq ki, bir dənə xala qoyaq, bir dənə bibi qoyaq, kimsə qoyaq, eləmi? Rahat şəkildə tapa bilirik. İndi gələk ikinci qaydanı tətbiq edək. Sözün kökü nədir? Təmizdən nə? Bax, təmiz sifətindən nə düzəlib? Təmizləmək feil düzəlib. Məlum növ nə dedik? Dedik adlardan da düzələ bilir, eləmi? Digər qrammatik məna növlərindən düzələ bilməz. Bu formada ola bilməz. Onlar ancaq feildən feil düzələ biləcək. Burada isə təmiz sifətindən nə düzəlib? Təmizdə feil düzəlib, rahat şəkildə deyə bilərik. Feilin məlum növü həm sadə ola bilər, sadə, quruluşca, həm düzəltmə, həm də necə olacaq? Bəli, mürəkkəb. Mürəkkəb. Amma digər qrammatik mənalar bir-bir deyəndə indi görəcəksiniz. Onlar heç vaxt sadə ola bilməz. Bir qayda olaraq bunu qeyd kimi götürün uşaqlar. Azərbaycan dilində bütün sadə feillər məlum növdədir. Azərbaycan dilində bütün, bax buraya yazıram, bütün sadə feillər məlum növdədir. İkinci qaydanı yaza bilərsiniz. Bu A olsun, bu B olsun. Adlardan düzələn
Bütün fe'llər nədir? Məlum növdədir. Adlardan düzələn bütün fe'llər nədədir? Məlum növdədir. Niyə? Çünki uşaqlar məhsulu keçəcək indi. O da məhsulda da icbarda da qarşılıq birgəlikdə də onların tərkibində olan o eksik şəkilçilər var ha. Mütləq şəkildə o fe'ldən fe'l düzəldəndir. İndi bura bir nümunə yazın. Rahat başa düşün. Məsələn yazıram bura hava qaraldı. İlkin olaraq şagird düşünür ki hava qaraldı, hərəkət kimin üzərində icra olunub? Öz üzərində icra olunub. Məzmun burada həqiqətən də uyur da. Çünki kimsə havanı götürüb qaralda bilər. Mümkün deyil də. Hava öz üzərində qaralır, eləmi? Amma dil qaydası görə bizə icazə verirmi? Biz onu qaydaş götürək. Hərəkət öz üzərində icra olunur da. Qaydışda da hərəkət öz üzərində icra olunur. Görə dil qaydası buna icazə verir, yoxsa yox? Hava qaraldı da sözün kökü nədir? Qaradan nə düzəlib? İndi qulaq asın. Qara sifətindən qaralmaq fe'li düzəlib. Qaydaş növ fe'ldən fe'l düzəlməlidir, yoxsa sifətdən fe'l düzələ bilərdi? Fe'ldən fe'ldə. İndi bunun sözü sifət olduğuna görə biz bunu məcburuq nə götürək? Məlum növ. Amma burada yazdım da adlardan düzələn bütün fe'llər məlum növdədir. Ad deyəndə nə başa düşülür? İsim, sifət, say, zərf də əvəzlikdə fe'li çıxmaq şərti ilə. Yaxşı, bura yazıram. Ad deyəndə nə nəzərdə tutulur? İsim, sifət, say, zərf, bir də əvəzlik. Burada da sözün kökü nədir? Qara sifətidir də. Sifətdən düzəldiyinə görə hava qaraldı cümləsində qaranmaq fe'li hansı məna növdə olacaq? Məlum növdür. Aydın oldu məlum növ nədir? Hərəkəti icra edən var və məlumdur. Xüsusi qrammatik daha doğrusu xüsusi şəkilçisi qrammatik göstəricisi, yəni şəkilçisi də yoxdur. Aydın oldu. Gəlin indi keçək ikinci məchul növ. Məchul növ nədir? Məchul növ hərəkəti icra edən var, amma bizə məlum deyil. Bilinmir kim icra etdi. İndi gələk, burada isə məchul növdə, məlumdan keçdik də, məchul növdə uşaqlar xüsusi göstərici var. Yəni nəyi var xüsusi? Şəkilçisi var. O şəkilçilərdir. Necə şəkilçilərdir? Leksik şəkilçilər. 10 üstü 4 bir dənə də nə? N şəkilçisi. İndi bu cümləni dəyişirəm eləyirəm. Otaq süpürüldü. Məchul növ nədən nə düzəldəcək? Fe'ldən fe'l düzələcək. Beləmi? Mütləq şəkildə fe'ldən fe'l düzəlməlidir. Baxın, ay sağ ol. Nə etmək? Süpürmək. Süpürməkdən süpürüldü. Fe'ldən fe'l düzəldi. Bu fe'l idi. Təzədən də başlanğıc formaya baxıram, bu da fe'l. Fe'ldən fe'l düzəldi mi? İndi gəlin məzmuna da baxalım. Qayda uyğun gəldi. Fe'ldən fe'l düzəltdik. Amma gəlin məzmuna baxalım. Otaq süpürüldü deyəndə. Burada uşaqlar, məchul növdə subyekt, obyekt anlayışını başa düşürsünüz nə demək? Subyekt işi görəndir, üzərində iş görüləndir. İndi məchul növdə obyekt gəlib mübtədə vəzifəsində çıxış eləyəcək. Subyekt olmayacaq, işi görən olmayacaq. Obyekt, bu obyekt də süpürüldü nə? Otaq, eləmi? Obyekt gələcək nə yerində işlənəcək? Mübtədanın yerində işlənəcək. Subyekt anlayışı isə yoxdur. Süpürüldü deyəndə biz bilirik kim tərəfindən süpürüldü? Bilmirik. Biz indi bilinməyəndə biz məcbur olana nə deyək? Məchul növ. Aydındır? Hərəkəti icra edən var, amma məlum deyil. Məlum olmayana da biz nə deyirik? Məchul növ. Başqa bir nümunə deyək. Məsələn, məktub yazıldı. Yazıldı nə? Məktub. Yazmaqdan yazılmaqdır da zaman şəkilçisidir. Məktubu yazan var? Bizə məlumdur? Xeyr, məchul olaraq qalır. Aydındır? Deməli, məchul növ fe'ldən fe'l düzəlməlidir mütləq şəkildə. Quruluş isə necə olacaq məchul növ? Ya düzəltmə olacaq? Sadə heç vaxt ola bilməz. Tərkibində leksik şəkilçisi var.
Ya da nə olacaq? Mürəkkəb. Aydındır? Qeydinizi götürün, keçək digərlərinə. Biraz tez eləyin. Ya videoda götürə bilsəydiniz, rahat şəkildə. Videodan götürəsizsə silin. Biraz tez eləyin də çəkiliş gedir axı. Yəni onu 5 dəqiqə yazasınız, onda görə biz videonu saxlayaq. O şeydən götürərsiniz videoda. Çünki vaxtımız da azdır. Üçüncü hansıdır uşaqlar? Qayıdış növ. Biraz sakit olun. Uşaqlar üçüncü qayıdış növ. Uşaqlar, qayıdış növlə məhsul növünün hər ikisinin şəkilçisi eynidir. Burada da eyni qayda. Il üstü 4, ın üstü 4, bir dənə də n. Amma məsələ nədir? Məhsul növdə hərəkəti icra edən var, məlum deyil. Qayıdış növdə isə hərəkət icra edən adam, şəxs, fərqi yoxdur da, hər hansı bir subyekt işi öz üzərində icra edir. Subyekt öz üzərində icra edir. Yəni işi görən öz üzərində icra edir. Məsələn, ta ki yazıram, qız darandı. Qız darandı. Sözün kökü nədir? Daramaq, bəli, daranmaq. Həmin şəkilçini gördüm burada. Darandı da, saçın darandı. Daranmaq bilmirsən nədir? Saçlarını daran. Saçın daradı olar. Saçın daradı, qız darandı. Yox, qız saçını daradı olsa məlumdadır. Amma qız darandı olanda da, yəni saçını darayırdı, o artıq qayıdışdadır. Niyə? Qızın demir də, qız özü daranıb da. Qız daranıb. Burada qız darananda, saçın darayanda yaxşı belə deyək də, işi kimi üzərində görür. Öz üzərində də. Qayıdış növdə nədir? İşi öz üzərində görmək mənasındadır da. Və yaxud da yaxşı, başqa bir nümunə deyim. Duman çəkildi. Duman çəkildi. Dumanı kimsə tutub çəkə bilər? Öz üzərində çəkilir də. İndi görə deyir, qaydamız yoxsa yox. Çəkmək feilindən nə düzəlib? Çəkilmək. Eləmi? Feildən feil düzəltdim. Şəkilçini də görürəm burada rahat şəkildə. Dumanı da kimsə götürüb çəkmir ki. Hərəkət harada icra olunur? Öz üzərində. Deməli, biz bunlara nə deyəcəyik? Qayıdış növ. İndi ümumi hamısını izah edəndən sonra sonda elə məsələn, bu sözü həm məhsul növdə düşünmək olur cümlə daxilində, həm də qayıdış növdə. Tam indi qrammatik mənövlərin izah edib bitirək, ondan sonra keçəcəm o tipli sözlərə. Dördüncü, qayıdış növ nə oldu? Hərəkət öz üzərində icra olunur. Göstərici hansıdır? Ön üstü 4, ön üstü. Bəs məhsuldan fərqi nədir? Məhsul. Öz üzərində icra olunmaq, bəs məhsulda? İş görən məlum? Məlum deyil. Dördüncü hansıdır uşaqlar? İcbar. İcbar növ. Uşaqlar, icbar sözü, bəli. Saat neçədir ki? Bəli. İcbar sözü uşaqlar ərəb dilindən götürülüb məcburi deməkdir, məcbur deməkdir. İcbari sığorta eşitmisiniz? Məcburi sığortadır. Yəni maşını icbari sığorta eləyirsən, evi icbari sığorta eləyirsən, məcburi şəkildə. İcbar növdə də uşaqlar hərəkəti sanki iki şəxs icra edir. Bir komanda verən var, bir də icra edən var. İcbar növün şəkilçisi hansıdır? 4 üstü 4'dür, bir də t şəkilçisidir. T, tək şəkilçidir, bəli, t. İcbar növdə, amin qulaq as. İcbar növdə bir komanda verən var, bir də nə var? İcra edən var. Baxın, komanda verən var, bir də icra edən var. Əgər siz elə harada bıddırı gördünüz, qaçıb icbar növ götürməyin. Bir də məzmuna baxın da. Deyirəm ki, məsələn, tutaq ki, otağı süpürdü. Bax, süpürməkdən süpürtmək, süpürtdürmək,
İcbar otağı süpürtdürdü deyəndə işi kim icra edib? Özü komanda verib, başqasını icra elətdirib. Elə şəkilçini də rahat şəkildə görürəm. Başa düşürsən? Və yaxud da ki, hansısa bir amca bura. Gəl. Gəl, biraz tez gəl. Gəl. Düşürsən, əla düşürsən. Bax, deyirəm ki, ki, belə bir cümlə quraq. Deyək ki, Coşqun müəllim yazını yazdırdı, yoxsa yazdırdı. Yazdırdı deyəndə özü yazır, başqasına yazdırtdırır. Məsələn, kim yazır burada? Mən komanda verirəm. İcra edən kimdir? Budur. İndi icbar növdə neçə subyekt olacaq? Ən azından 2 subyekt olacaq. Başa düşdünüz? Yəni, komanda verən, tapşırığı yerinə yetirən. Yaxşı. Sağ ol bizə. Deməli, icbar növdən, amma baxın, tak ki, belə bir cümlə verək. Qatili öldür. Ölməkdən nə? Öldür. Düz burada var, burada da var, eləmə. Amma bu icbar deyil. Çünki burada bir dənə, ikinci şansa ehtiyac yoxdur da. Qatili öldür deyirəmsə, sən öldür da. Amma öldürtdür desən, sən öldürmə. Bir dənə killərdən, millərdən tut, kuldan ver öldürtdür. Aydın oldu. Yəni, bunu biz nə götürəcək məcbur? Yox, qatil sən öldürdün. Amma sən öldür deyirəm, məlum ol. Aydın icbar nömrədir. 5-ci, qarşılıq, birgəlik. Uşaqlar, bəzi kitablarda qarşılıq, birgəlik biri verilir. Bəzi kitablarda isə ayrı-ayrı verilir. Neçənci dəqiqədir? 17-ci dəqiqə. Bəzilərində birgə verilir, bəzilərində isə ayrı-ayrı verilir. Amma qarşılıq növ feillərdə hərəkət qarşı-qarşıya icra olunur. Birgəlik növ feillərdə isə hərəkət necə icra olunur? Bir yerdə icra olunur. Bax, tutaq ki, salamlaşmaq. Bir də həmin şəkilçisini yazıb, qarşılıq birgəlik növü. Üç üstü 4, bir də şır şəkilçisi. Salamlaşmaq. Qulaq asın. Sözün kökü nədir? Salam. Salamdan salamla, salamlaş. Şəkilçini görürəm burada, görürəm. Bax, bu qarşılıq deyəndə uşaqlar. Mütləq şəkildə gəlin mənim qarşımda durmalıdır deyə bir anlayış yoxdur. Qarşılıq növ deyən də tərəf mənasındadır. Məsələn, mən salamlaşıramsa, mənim bir qarşı tərəfim olmalıdır. O mənada başa düşün. Yəni, 100% gəl, mən sənin qabağımda dururken salamlaşım, belə bir şey yox. Böylə gedəndə də salamlaşa bilərsən. Amma bir nə var? Tərəf var da, və yaxud da ki, yazışmaq. Yazışmaq. Yazmaqdan, yazış şəkilçini görürəm orada, görürəm. Feildən də feil düzəlib. Yazışmaq deyəndə, telefonda oturursan WhatsAppda, üzbəyiz oturmağa ehtiyacı yoxdur da. Biri qərbdə oturur, biri nə bilim şimalda, biri cənubda, fərqi yoxdur da. Yazışır, eləmi? Onda həmin o qarşılıq deyəndə nə nəzərdə tutulur? Tərəf nəzərdə tutulur. Başa düşdünüz? Biraz birgəlik nədir? Birgəlik yeni şəkilçi ilə düzəlir. Birgəlik növdəyiz hərəkət necə icra olunur? Bir yerdə, məsələn, ta ki, ağlaşmaq. Sözün kökü nədir? Ağlaşmaq da təbii ki, məslər şəkilçisidir. Ağlaşanda, arvadlar ağlaşanda necə ağlaşır uşaqlar? Bir yerdə, cəm halında ağlaşır. 6-cı nədir bəs? 6-cı şəxsiz. Şəxsiz növ. Uşaqlar, şəxsiz deyəndə buradakı şəxs anlayışı necə düşünün? Mübtəda olaraq düşünün. Şəxsiz növündə şəkilçisi ıl üstü 4, ın üstü 4'dür. Şəxsiz növdə uşaqlar, şəxsiz növdə. Ümumiyyətlə ola bilər də indi. Yaxşı. Şəxsiz növdə demək olar ki, bu yoxdur, bunu silək Azərbaycan dilində. Şəxsiz növdə hərəkəti, yəni mübtədə şəxs deyəndə burada mübtədə nəzərdə tutulur da. Məsələn, nümunə, burada digərlərində mübtədə olmasa belə təsəvvür edirsən və yaxud da ki, əksəriyyətində demək olar ki, olurdu. Obyekt gəlirdi subyektin yönündə, hamısında olur. Amma burada mübtədə anlayış olaraq yoxdur. Məsələn, deyirəm, məsələyə baxıldı. Baxmaqdan baxıldı.
Nəyə? Məsələyə. Biz mübtədanı da təsəvvür eləmək üçün nələrdən istifadə edirdik? Şəxs əvəzlikdən mən, sən, o, biz, siz, bir də onlar. Gəlin baxaq. Mən məsələyə baxıldı deyə bilərsən. Sən məsələyə baxıldı deyə bilərsən. O məsələyə baxıldı deyə bilərsən. Amma işarədir, bəli. Biz məsələyə baxıldı. Siz bunları gör yerinə qoya bilirsən. Mümkün deyil. Niyə? Çünki nə yoxdur? Mübtəda anlayış olaraq yoxdur. Mübtəda anlayış olaraq yoxdur. Və yaxud da, tutaq ki, deyək, ərizəyə nəzər yetirildi. Nəzər yetirildi nəyə? Mən ərizəyə nəzər yetirildi, sən ərizəyə nəzər yetirildi deyə bilərsən. Çünki nə yoxdur burada? Mübtədası anlayış olaraq yoxdur. Heç varlığı cəhənnəm. Anlayış olaraq yoxdur. Aydın oldu. Deməli, feilin qrammatik mənaları hansılar oldu? Məlum, məsul, şəxsisini. Ənsə. Kimin buna ait nəsə qaranlıq qaldı? Uşaqlar maksimum dərəcədə, yəni bu mövzularda çox diqqətli olun. İndi gələcəkdə burada 3-cü qrup hazırlaşma istəyənlər olacaq. Kamildir, ədəbiyyat sevərdi Kamil. Dəhşət, ömründə bir dəfə hikayə oxumayıdır, ədəbiyyata gələcək. Deməli, necə? Tez sualı. Demə, necə? Nəyi? Məhsul növdə mübtəda var axı. Məsələn, otaq, bağ yazdığım, silindi. Silməkdən, silinmək, eləmi? Məhsul növdə nə? Mübtəda var ya burada. Burada mübtəda yoxdur, yəni anlayış olaraq da yoxdur qızım. Mən otaq silindim. Yox, var da mübtədamız. Mübtəda gözümüzün önündədir. Mən niyə çeyir? Bura otağın yerinə nə qoya bilərsən? Onu qoya bilərsən də, canlı və cansızlarda onu qoyurduq da. O silindi, rahat şəkildə. Çıxmırıq hələ, dostlar, davam edir. Dərsimiz, yəni Fəhmi müəllim gözləyəcək. YouTube'da da bizi izləyər. Davam edək. Bax, bayaq dediyim bəzi sözlər var. Onları digər qrammatik məna növlərində işlənib işlənməməsi. Baxın, rahat şəkildə də evdə baxıb qeyd tərcüdə götürərsiniz. Qulaq asın. Baxın, məsələn, Gülayın sevmədiyi daranmaq, açılmaq, sonra bəzənmək, görünmək, atılmaq daha doğrusu, atılmaq və s. Bu feilləri cümlədə işlənmə yerinə görə iki qrammatik məna növündə düşünmək olar. Əgər məsələn versə ki, qız darandı. Hansında olacaq da? Qarandı yox, darandı. Hansında olacaq uşaqlar? Öz üzərində icra olunur. Bəs yaxşı, bunu belə versə necə? Ağac darandı. Ağac darananda nə edir? Qorxudan kəsilir də, yaz aylarında daranma. Ağac darandı deyəndə biz hərəkəti ağacın özlərində icra edirik, düzdür. Amma kim tərəfində icra olunur? Bilinir. İndi bax, aysa olub. Bu qayıdış, bu da isə nədə olacaq? Məhsul. Bax, açılmağa baxın. Kamil, qulaq as. Məsələn, çiçək açıldı. Hərəkət dəyiniz əlində icra olunur. İndi nə olacaq bu? Qayıdış. Bəs desəm, qapı açıldı. Aysa, işləmə yerinə bax, eyni şeydir. Olacaq məhsul. Bəzənməyə baxın. Qızların sevimli şey. Qız bəzəndə olsa nə olacaq? Öz üzərində. Bəs otaq bəzəndə olsa? Məhsuldur. Atılmağa baxın. Deyirəm, əskər irəli atıldı. Əskər irəli atıldı. Öz üzərində. Əskəri götürüb kimsə atmır ki. Yaxud da olsa tutar ki, Kamil irəli atıldı. Əskər yox, Kamil. Kamil kimsə götürüb atır, yoxsa öz atılır. Hərəkəti kimin üzərində icra edir? Nədə olacaq? Bəs yaxşı, zibil atıldı nətər olacaq? Kimsə nə olacaq? Məhsuldur.
Ben bir anda boy attı diyende o Attı. attı. Boy attı. Gaydiş nöqtə. Attı. Atmaktan zamandır burada. Sadə feillərdə nə olur? Məlumdur. Biz atılmaktan danışırıq Gülay, atılmaktan. Bu leksik şəkilçi olmalıdır orada. Bəli. Neçə dəqiqədir? 26. Ben de düz olsun. Yaxşı. 4 dəqiqə demək. Növbət dərslərdə görüşənədək. Sağ ol. Saxla.